Salam Röya, hər vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi Dünya Şəhərsalma Forumunun 4-cü günü öz işini davam etdirir. Artıq bir sıra istiqamətlərdə tədbirlər həyata keçirilir, bir sıra istiqamətlərdə məsələlər də müzakirə edilib. Elə indiki məqamda biz olduğumuz bu ərazidə dayanıqlı, təhlükəsiz və inklüziv şəhərlərin qurulması mövzusunda dediyimiz kimi tədbir keçirilir və bu tədbirdə bir sıra istiqamətlərdə məsələlər müzakirə edilib və qeyd olunur ki, inklüzivliyi olan, yəni əlilliyi olan şəxslər bugünkü gündə cəmiyyətin bir parçasıdır və onların da yəni şəhərdə rahat şəkildə hərəkətinin gediş-gəlişinin təmin olunması istiqamətində işlər görülməlidir və elə verilən açıqlamalarda da qeyd olunur ki, bugün dünyada 1,3 milyarddan çox əlilliyi olan şəxs var və onların dünyanın nəinki Azərbaycanda istənilən güşəsində, istənilən ərazisində hərəkətin rahat şəkildə təmin olunması lazımdır. Çünki onlar yəni şəhərdə hərəkət edərkən, avtobuslara minərkən, eyni zamanda yəni ictimai nəqliyyatdan istifadə etdikləri anda bir sıra problemlərlə qarşılaşırlar və onun yolun bir hissəsindən digər hissəsinə keçməsi üçün kömək lazım olur həmin şəxslərə və bu baxımdan da həmin şəxslərin özlərini rahat formada idarə edə bilməsi üçün inklüzivlik şərtdir. Şəhərsalmada bu amil xüsusilə diqqətə alınmalıdır. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatının Qlobal Əlillik Fondunun təşkil etdiyi yəni tədbirlərdən biridir. Bu məsələ Azərbaycanda Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasında bu istiqamətdə məsələ də müzakirə olunur və eyni zamanda Almaniyadan olan qonaqlarımız da bu istiqamətdə açıqlama veriblər. Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin Afrika üzrə baş direktoru da bu iclasda öz açıqlamalarını verdi və inklüzivliklə bağlı məqamlar xüsusilə diqqətə çatdırıldı və elə qeyd olunur ki, təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin qurulması önəmlidir və əlilliyi olan şəxslər cəmiyyətin bir parçasıdır. Amma onlar bugün yəni diqqətdən kənarda qala bilirlər və ona görə də şəhərlərdə əlilliyi olan şəxslər üçün hərəkət əlçatan olmalıdır. Onların yarıdan çoxu, yəni 1,3 milyarddan çox dedik ki, əlilliyi olan şəxs var. Onların rahat şəkildə hərəkətinin gediş-gəlişinin təmin olunması üçün addımlar mütləq şəkildə atılmalıdır və əlillərin hərəkət əlçatanlığı heç də indiki məqamda təmin olunmuş şəhərlərin hamısını inklüziv etmək lazımdır. Bugün verilən açıqlamalarda bununla bağlı məqamlar xüsusilə diqqətə çatdırılıb və inklüzivlik təbii ki, şərtdir. İşğaldan həm azad olunan ərazilərimizdə, həm də paytaxt Bakıda, digər bir sıra bölgələrimizdə də onların rahat hərəkətinin təmin olunması istiqamətində addımlar atılır və digər istiqamətlərdə də, digər ölkələrdə də bu cür addımların atılması şərtdir. Tədbir hazırda davam edir. Buradan çatıra biləcəyimiz informasiyalarsa, son informasiyalar bu qədərdir. Sözü yenidən sizə ötürürəm. Rəqsanə, minnətdarıq sənə son informasiyaları tədbirdən tamaşaçılarımıza çatdırdığın üçün.